Tərtil nə deməkdir? Muzzəmmil surəsində oxuyuruq. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا. Quranı tərtil şəklində oxu. Bu ayədə daha çox qabardılan məsələ Quran oxumaq deyil, tərtildir. Allah Peyğəmbərimizə Quranı tərtillə oxumağı əmr edib və onu tələsik oxumaqdan çəkindirib. Bu halda tərtil Quran tilavətinin bir üsulu sayılır. Yəni Quranın nazil olduğu zaman Peyğəmbərimizə oxunduğu tərzlə oxunmasıdır. Ümumiyyətlə tərtil haqqında müxtəlif hədislər nəql edilib və onların da hər biri bu sözü müxtəlif yönlərdən izah etməyə xidmət edir. Məsələn, İmam Əlidən nəql olunub, onu aydın şəkildə bəyan et. Şeir kimi sürətlə və dalbadal oxuma, qum dənələri kimi onu səpələmə, elə oxu ki, onunla sərt qəlbləri əzib ayıldasan. Hədəfiniz yalnız surəni sona çatdırmaq olmasın. İmam Sadiqdən tərtil barəsində belə nəql olunub. Cənnətin xatırlandığı ayələri oxuduqda Allahdan cənnət istə, cəhənnəmdən bəhs edən ayələri oxuduqda isə ondan Allaha sığın. Ha belə İmam Sadiqdən başqa bir hədisdə belə nəql olunub. Tərtil odur ki, ayələr üzərində dayanıb, onları gözəl səslə oxuyasan. Bu və eyni məzmunu ifadə edən başqa hədislərdən belə başa düşülür ki, Quran ayələri məzmunsuz və məqsədsiz sözlər kimi oxunmamalıdır. Onda oxuyucuya və dinləyiciyə təsir göstərəcək məsələlər diqqət mərkəzinə alınmalıdır. Müasir dövrümüzdə Quranın tərtillə oxunması xüsusi oxunuş metoduna çevrilib. Yəni qiraət zamanı hərflərin məxrəcinə, tələffüzə, sözlərin aydın şəkildə deyilməsinə diqqət edir. Məsələn bu cür: Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustaqim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim. Veladdallin. Lakin unutmayaq ki, tərtil təkcə Quran ayələrinin zahiri tələffüzündə, qiraətində ilişib qalmaq deyil. Tərtil həm də odur ki, Allahın ayələrini oxuyuculara, dinləyicilərə düzgün şəkildə lazım olan mətləbləri çatdırasan. Çünki yaddan çıxarmaq olmaz ki, bu Allahın ismi aracıdır.